nənələrimizi az misal çəkək ki, məmnunum nə olsun, 12 yaşında ərə getmişdi, dünya xoşbaxtdır da bu yöndə. Və bir qonşu qıza demişdi ki, mən sənin ananın yerini bilirəm, artıq qızın 12 yaşı var idi. Və aparıb qıza təcavüz eləmişdi. Və qız daş əlində, daban daşı ilə bütün bədənini qançır eləmişdi. Onun əlini belə çəkim, dəymə mən o qədər çirkliyəm. Ümumiyyətlə, sığınacaqdan çıxan uşaqlar cəmiyyətə necə adaptasiya olurlar? İtaliyaya qədər getdi, təhsilini davam elədi. Bu tip uşaqlarımız da var. Amma həbsxana həyatı yaşayanlar da var. O qız mənə çıxanda dedi ki, mən ölənə qədər buradayım. O qədər ağır bir sözdür. Bəli. Halbuki valideyni var. Bir ildən, 2 ildən sonra ona necə get? Hara get? Hara getsin? Olubmu ki, daim mərkəzinizdə artıq körpə yaşından sizin yanınıza gəlib, amma davamlı öz anasını axtaran uşaq olubmu? Hamısının gözü qapıdadır. İndiki zamanda baxırsan ki, daha çox ana. Təəssüf ki, bu gün cəmiyyətdə ata obrazını elə bir vəziyyətə gətirib çıxartmışıq ki, atasızlar ordusu formalaşıb. Deyirəm ki, bir dənə uşağı olsun, elə, yəni başını girrəsin də. O nə deyim, necə yəni başını girrəsin? Uşaq baş girrəmək üçündür. Salam, hər vaxtınız xeyirli, uğurlu olsun. Növbəti Avastoro podkastının çəkilişində xoş gördük sizləri. Bugün bizim çox fərqli bir qonağımız var. Çox insanların həyatına toxunmuş, çox hekayələrdən keçmiş bir insandır. Azərbaycan Uşaqlar İctimai Birliyinin sədri, təşkiçisi Kəmalə Ağazadədir. Xoş gəlmisiniz Kəmalə xanım. Xoş gününüz olsun. Dəyərli zamanınızı, vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirik sizə. Çox sağ olun. Sizin bu verilişinizə, podkastınıza uğurlar arzulayıram. Minnətdaram. Kəmalə xanım, biz bəzən düşünürük ki, uşaq sığınacaq evi daha çox emosional düşünürük, daha çox qəliz düşünürük ki, orada yaşayışlar, orada uşaqların həyatları bizi biraz acınacaqlı düşünürük. Amma realda sizdən eşitmək istəyirik ki, real olaraq sizin bir gününüz necə keçir uşaq sığınacaq evində? Uşaq sığınacağı Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində yaradılmış sosial xidmətdir. Artıq 19 ildir ki, bu sığınacaq fəaliyyət göstərir və uşaq sığınacağı reinteqrasiya mərkəzi olaraq biz daha çox xüsusi qayğıya ehtiyacı olan, deyək, sosial təhlükəli vəziyyətdə olan, zorakılığın müxtəlif formalarına məruz qalan, biganəlikdən bir çox problemlərlə qarşılaşan uşaqların reabilitasiyasını və cəmiyyətə reinteqrasiyasını həyata keçirdirik. Bu 19 il ərzində deyərdim ki, minlərlə uşaqlar, yeniyetmələr bizim mərkəzdə reabilitasiya keçiblər, formalaşıblar. Günümüz bu illər ərzində müxtəlif başlayıb, amma hər gün başlayıb. Hər günümüz yenidən başlayır. Məsələn, bizi deyəndə ki, bayram olacaq, bayramda sizin yanınıza gəlmək istəyirik, 1 iyun olacaq, uşaq gününü qeyd eləmək istəyirik. Biz hər gün bayram eləyirik, hər gün uşaq hüququnun müdafiəsini həyata keçirdirik. Bayram dediyimiz, mən həmişə uşaqlara da bir şey deyirəm ki, sərsəri yuxudan oyananda ki, təbəssümlə oyanırıqsa, bu bizim bayramımızdır. Heç də xoş günündən reabilitasiya keçmir uşaqlar. 90-cı illərdə mən çadır şəhərciklərində işləyirdim və mən birinci ixtisasım rejissordur. İncəsənət Universitetini bitirmişəm və davamlı olaraq regionlarda tədbirlər keçirdirdik və o elə bir dövr idi ki, çadır şəhərciklərinə daha çox diqqəti yönəldirdik, tədbirlər, konsert proqramları, uşaqlarla müəyyən müsabiqələri həyata keçirdirdik. Mən o dövrdə nə qədər məktəblilər, şagirdlər, yuxarı sinif şagirdlərinin təhsildən necə yapışdığını gördüm. Müharibə dövrü ümumiyyətlə hamımız üçün bir acınacaqlı dövr idi də ki, Allahım necə olacaq, necə olacaq? Mən nəyə gətirmək istəyirəm? 19 il ərzində bizim müəssisədən demək olar ki, 1% bəlkə də məcburi köçkün statusunda olan ailəni uşağı keçdi. Və biz ona görə günümüzü təhsillə başlayırıq. Çünki uşağın tutunacağı ən ağır şəraitdə belə
Ağır şərait idi, qazmalar idi, çadırlar idi. Çox bərbad bir durumda avtomobildə yatanlar, ailələr var idi. Amma onlar təhsildən tutundular. Oxumağı buraxmadılar. Və biz də günümüzü təhsillə başlayırıq. Bizim günümüz səhər saat 5-də başlayır. Səhər saat 5-də ilk uşağımız peşə liseyində, yüksək peşə təhsilində oxuyan qızımız var. O səhər saat 5-də durub artıq 6-da evdən çıxmalıdır. Hara gedir? Təhsilə. Formalaşmaya. Bizim ən böyük deyərdim ki, bayramlarımız elə bax, onların o təhsilə doğru addımlayan günləridir, saatlarıdır. Və müdafiə də elə buradan başlayır. Təhsildən başlayır. Hal-hazırda bizim mərkəzimizdə 52 uşaq var. Amma onların hər biri təhsildə, kiçik yaş qrupumuz bağçada, məktəbə qədərdə, kollecdə, liseydə, universitetdə təhsil alan ən böyük göstərici 95% qızdır. 2-3 balacamız var ki, oğlanlardır. Onlar da məktəbə qədər və 1-ci sinifə gedənlərdir, bağçaya gedənim də var. Günümüz o qədər aktiv keçir ki, biz paylaşımlarımızı eləyəndə mənə bəzən görəm şərhlərdə yazırlar ki, mən də orada olmaq istədim, mən də onu istədim. Amma bu aktivliyi, bu gülərüzlülüyü, bu uşağa olan diqqəti ailədə də eləmək olar. Mən bugün bura gələndə bir qızımızla balaca bir diyaloqumuz oldu. 16 yaşı var. Onun ümumiyyətlə hekayəsi deməzdim ki, belə acınacaqlı bir hekayədir. Amma yaşadığı həyat hekayəsinin içində acınacaqlı məqamlar var. O qız mənə çıxanda dedi ki, mən ölənə qədər buradayam. O qədər ağır bir sözdür. Bəli. Halbuki valideyni var, qohumları var. Amma deyir ki, mən ölənə qədər buradayam. Niyə? Çünki o gününü bayramla keçirmək istəyir. O gününü xoş sədalarla keçirmək istəyir. O gününü ona olan diqqətlə keçirtmək istəyir. Onun başı sığal istəyir. Onun üzünə bir təbəssüm yaradacaq bir valideyn sevgisi istəyir. Bunlar olmadıqca, baxın, o deyir ki, mən ölənə qədər buradayam. Əlbəttə, bu bir sözdür. Söz. Amma dönüb gedib qayıdacağı ailəni istəmir. İstəmir. Deyir, nə olur olsun, mən burada qalacağam. Bir neçə gün öncə səhhətində elə olan, ciddi problemi olan qızla da elə bura gələn ərəfədə mən danışanda adam dayanmadan anasından danışır. Anasını deyir, mən sübut eləyəcəm, mən onu sübut eləyəcəm ki, onun səhvləri var idi. Əslində mənim hərəkətlərim nəyə görə idi? Mən niyə üsyan eləyirdim? Çünki mən onun dəyişməsini istəyirdim. Mən istəyirdim, o məni görsün. Mən onu çağırırdım, o məni eşitmirdi. Yuxuda da çağırıram, o məni eşitmir. Belə də çağırıram, o məni eşitmir. Mən ona görə üzümü tutdum başqa yerlərə. Bugün o uşaqların həyatındakı bayram müəssisədə olmamalıdır. Öz ailələrində. Öz ailələrində olmalıdır. Öz ailələrində və həmin ailədən də sevgi görməlidir. Baxın, Kəmal xan, vurğulayırsınız ki, 52 nəfər uşaq var. Hal-hazırda o uşaqlar qayğıdadır, sevgidədir, öz evləri kimidir olduqları sığınacaqda. Amma zamanla o uşaqlar böyüyür, bir gün o sığınacağı artıq tərk edəcəklər. Həyatla üzbəüz qalacaqlar, həyatın hər çətinliyini görəcəklər. Ümumiyyətlə, sığınacaqdan çıxan uşaqlar cəmiyyətə necə adaptasiya olurlar? Bizim qapımız həmişə açıqdır. Müəssisələrdən fərqli olaraq, səhər saat ümumiyyətlə deyirəm də 5-dən ki, o canlanma başlayır. Ta ki, saat 1-ə qədər gedənlər var, gedənlər və 2-dən sonra gələnlər var. Bizim böyük bir darvazamız var, elektron darvazadır, açılır və o açıq qalır. O darvazadan onlar geri dönmək üçün gedirlər. Və o darvaza daima gecə saat 12-yə qədər açıqdır. Onun bir qorxusu, hürküsü yoxdur. O bilir ki, o darvazanın o tərəfi onun üçün nə qədər ki, davamlı olaraq düzgün bizim dediyimiz qaydalar, nizamlar onun həyatında formalaşacaqsa, o darvazanın o tərəfi onun üçün təhlükəli olmayacaq.
Təhsilə gedirlər, əlavə məşğələləri var və biz heç bir qızı, deyək ki, reabilitasiya dövrü bitdikdən sonra da əgər o təhsil alırsa, biz ona demirik ki, deyək ki, ailəyə artıq dönüşü var. Biz valideynlə razılaşdırırıq bu məsələləri də. Əgər valideyn də uşağının burada qalmasını istəyirsə, təəssüf ki, valideynlərin çoxu bunu istəyir. Qalsınlar. Qalsınlar. Bir növ uşaq elə bil ki, mane olur onlara. Var, bəli. 18 yaşı tamam olan qız belə əgər təhsil alırsa, orada təhsilini davam eləyir. Qala bilər orada. Əlbəttə qala bilər. Baxın, bu günləri 18 yaşında neçə gənc tanıyırsınız ki, özü öz ayaqlarının üzərində durub. Bu sualı mənə verəndə mən həmişə deyirəm ki, baxın, evdəkilər özlərini idarə edə bilirlərmi? Yox. Mənə deyəndə ki, 18-dən sonra nə olur ömüşlə? Qayıdıb gəlirlər bizə. Hara gedəcəklər? Onun bu günləri Cəmiyyətə çıxıb necə? Cəmiyyətdə formalaşması üçün təhsil, peşə bacarıqları, iş. Bu günləri bizim SOCAR-la bir layihəmiz var. Bu 10 qızı imtahan eləyiblər. İntervyulardan keçdikdən sonra o 10 qız seçilib. 10 qızı 5 istiqamətdə 5 təhsil bacarığını formalaşdırırlar 10 ay müddətində. O qızlar yüksək təlimlərə qatılırlar. Davamlı olaraq psixoloq konsultasiyalar, SOCAR-ın təyin elədiyi psixoloq konsultasiyaları və iş təcrübələri. O qızlar o 10 aylıq kursu bitirəndən sonra onların işlə təmin olunması. Nə gözəl, cəmiyyətdə öz yerlərini tapmaq üçün. Bu günləri deyək ki, iş tapdılar da, gəldilər. Salam Kəmal xala, mən artıq iş də tapmışam. Mən heç vaxt deməyəcəm ki, get. Mən deyirəm qızım, gəl 1-2 ay işlə, formalaş, uyğunlaş. Bunun bir yolu var, izi var, gediş-gəlişin var, nəqliyyatın var, xərclərin var. Sən birdən-birə cəmiyyətə necə atılacaqsın? Təkcə onu demirəm, ümumiyyətlə deyirəm. Bu uşaq birdən-birə cəmiyyətə necə atılsın? Çox çətin. Harda qalsın? Əgər ailəsi ilə deyilsə, deyək ki, bu dəqiqə bizdə 2 qızımız var, 2 bacıdılar. Valideynlərini itiriblər. Neçə yaşları var? 16. 15, 16, 17. Səhv eləmirəm. 16, 17. Biri 11-ci sinifi bitirir, biri də 9-dur. Tamam, 1 ildən, 2 ildən sonra ona necə deyək get? Hara get? Hara getsin, necə sağ qalsın? Allah hamının da qohum əqrabası var ha. Bəli. Amma bu günlər o qohum əqrabanın sahib çıxmadığına görə uşaqlar ora gəlib düşüb də deyək ki, ortalıqda qalıblar. bu uşağın bugün əlini buraxaq. Get. Gedənlər sonra tamam başqa fəsadlarla daha ağır məlumatlarını alırıq. Ona görə biz uşağı getdimirik. Mənim üçün o 20 yaşındadır, 25 yaşındadır uşaq olacaq. Çünki hələ cəmiyyətə formalaşmır. Olub Kəmalə xanım ümumiyyətlə çıxıb və cəmiyyətə üzləşdiyi çətinliklərdən sonra yenidən qayıtmaq. Olubmu elə bir şey? Olub. Əlbəttə olub. Ona görə biz o deyirik, full paket eləyirik ki, onun təhsili, onun peşəsi, ixtisası, bakalavr dərəcəsi, subbakalavr dərəcəsi və onun özünü dolandıra biləcəyi bir büdcəsinin formalaşması. Bizim təcrübəmizdə əlbəttə ki, elə qızlarımız olub ki, universitetdə qutarıb oğlanlar. Məsələn, bir oğlum var ki, 28 yaşı var, artıq neçə illərdir, 12 yaşından o mənim yanımda böyümüşdü. Universitetə qəbul olunandan sonra artıq yataqxanaya köçürüldü və bugün o SOCAR-ın ən aparıcı müəssisələrindən birində HR mütəxəssisidir. Çox bacarıqlıdır. İtaliyaya qədər getdi, təhsilini davam elədi. Bu tip uşaqlarımız da var. Amma həbsxana həyatı yaşayanlar da var. Bəli. Çətinlik. Çünki cəmiyyətə hazır olmadılar. Orada da çünki biz 19 ildir dediyim o fəaliyyətimiz birdən-birə hamısını təhsilə cəlb edə bilmədik. Düzdür. 16-17 yaşında bizdə uşaqlar var idi ki, yeniyetmələr var idi ki, küçə həyatı sürürdülər. İllər bundan öncə. 2005-2006-cı ildə. Düzdür. Onda biz bu uşağı məktəbə aparıb otuzdura bilməzdik. Mümkün deyil ki. Amma çox böyük mücadilələrdən sonra artıq o dövlət qurumları ilə qurduğumuz o koordinasiyalı şəkildə fəaliyyətimiz
Ona gətirdi, çıxartdı ki, 18 yaşında qızımız 1-ci sinifə fərdi təhsilə getdi. Bugün bizim 3 uşağımız var ki, 15-16 yaşlarında, hətta biri 17 yaşındadır, 3-cü sinifdə oxuyur. Amma oxuyur. Və bilirsiniz necə oxuyurlar? Ay maşallah. O qədər bacarıqlıdır, ekstrem imtahana hazırlaşırlar. Ne güzel. Demək ki, təhsil. Təhsil, Yenə də biz başlanğıc. nə etsək də hər bir şeyin arxasında təhsil dediyim o akademik təhsili mən təkcə nəzərdə tutmuram ki, peşənin özü Peşənin təhsildir. özü. Və bunun Qabiliyyətli üçün olmaq. bizim mərkəzimizdə o peşəni sevdirəcək potensialımız da var. Emalatxanamız var, müxtəlif art istiqamətdə yaradıcılığını formalaşdıra biləcək bütün şərait var. Və çox qəribəsi odur ki, bu uşaqlar heç vaxt əlində fırça tutmayan, qayçı tuta bilməyən, ümumiyyətlə rəngi belə dəyərləndirə bilməyən uşaq bugün xarüqələr yaradır. Ne güzel. Bəs Kəmalə xanım, hansısa bir uşaq, bayaq sizin də çəkilişdən də öncə söhbət elədik, olubmu ki, daim mərkəzinizdə artıq körpə yaşından sizin yanınıza gəlib, amma davamlı öz anasını axtaran uşaq olubmu? Hamısının gözü qapıdadır. Çünki ümumiyyətlə bir uşağın valideyninin olmamağı bir uşaq üçün fiziki yoxluqdur, yoxsa bu emosional və ya psixoloji çətinlikdir? Hamısı. Hamısı bir anda toxunur. Hamısı. Mənim bir balacam var. Siz də onu görürsünüz. 4 ayından böyütmüşük. Hətta zarafata o mənə də bu yaxınlarda bir çəkilişdə dinlənə. Sən 4 ayından kim böyüdüm? Yəni o onu bilir. Ona deyilən söz. Bəli. O həmin verilişdə bir sual verdi mənə. Mənim də atam-anam gələcək. Halbuki onun üçün mən, digər əməkdaşlar, nənədir, xaladır. Hamımız. Hamımız. Amma onu sual verməyə 4 yaşında bir uşaq üçün görün bunun şuur altısında nələr oturur. Fiziki olaraq da, mənəvi olaraq da. Təəssüf ki, bugün cəmiyyətdə ata obrazını elə bir vəziyyətə gətirib çıxartmışıq ki, atasızlar ordusu formalaşıb. Ona görə biz görürsünüz danışanda da ana obrazından daha çox danışırıq da. Ata obrazını geri qaytarmaq lazımdır. Qaytarmaq üçün nə edək? Hardan başlayaq? Ailə modelini formalaşdırmaq lazımdır. Ailə modelimizdə elə bir çat var ki, onu bəlkə də illər lazım olacaq ki, bərpa olunsun. Məncə çətindir Kəmalə xanım. Çünki biz uşaq olanda çox gözəl olarız ki, ata simvolu, evdə ata. Hər şeyin dəyəri ata. Amma indiki dönəmdə, indiki zamanda baxırsan ki, daha çox ana. Ana. Mən bu yaxınlarda bir məktəbdə görüşdəydim. Bir xanım qalxdı ayağa, dedi ki, siz bilirsiniz hansı məktəbə gəlmisiniz? Burada uşaqların 75%-i tək anaların uşaqlarıdır. Və o məktəb bir məktəb deyil ki, yurt deyil ki, əksəriyyəti budur. Niyə? Ailə dəyərlərini o tək anaya aşılayacaq o biri ananı araşdırmaq. O ananın anasını araşdırmaq. 90'lardan bəri müharibə çox böyük bir bizə təsiri oldu. Çox böyük. Bizim çiyinlərimizə qoyulan bir mənəvi dəyərlərin aşağılanması oldu 90'lardan. Santa Barbara ilə başladıq. Sonra Rabınya İzaura'ya keçdik. Sonra başqa bir neçəsi var idi ki, indi yadımda deyil. Və sonra başladı bizim öz seriallarımız formalaşmağa. Məsələn, nə üçünsə ata obrazını biz başladıq seriallarda aldadılan, gülünc bir obraza çevrilən, həmişə ananın arxada işlər çevirib sonra belə konfetika kimi ortaya çıxardan, ata da bundan çox xoşbaxtdır. Halbuki başqa şeylər baş verir və bunu biz şuuraltı başladıq oturtmağa. Və indi deyirik ki, ailə nəyə görə tək analar. İllər öncə yanıma bir xanım gəlmişdi, qızının övladı olmurdu. Mənə qayıtdı ki, övladla uşaq götürmək üçün nə etmək lazımdır? Dedim ki, bunun üçün dövlət qurumlarına müraciət edib növbəyə durmaq lazımdır. Əslində deyir, valla uşaq götürmək deyil, sadəcə deyirəm ki, bir dənə uşağı olsun, elə, yəni başını girrəsin də. O nə dedim, necə yəni başını girrəsin? Uşaq baş girrəmək üçündür.
Bizə müraciətlər olur. Bir çoxları da o cahil insanlardır ki, biz sizdən falan uşağı götürmək istəyirik. Biz buna deyir, izah eləyirik ki, ay bala, bu uşaq bizim səlahiyyətimizdə deyil övladlığa uşaq vermək. Və başlayırlar. Gözünün rəngi bu olsa imkan vermir sənə danışmağa. Siyahı göndərir. Bəli, oğlan olsun və ya qız olsun, mütləq mənə oxşasın, filan olsun və müəyyən bir yaş kateqoriyası da var ki, nə istəyir? 18 yaşı tamam olan qəşəng qızlarımız var. Mənim qardaşım xüsusi qayğıya ehtiyacı olandı. Əlilliyi var. Bir tərəfdən də məsələn o qızları istəyirlər ki, ailə modelinin içində başqa məqsədlərdən Kiməsə xidmət etsin. Biz deyirik ailə dəyərlərini formalaşdıraq. Məsələn belə situasiyalarla da qarşılaşan məqamlarımız olur. Bu günləri ailə dəyərini formalaşdırmaq üçün mən deyəcəm, bəlkə də eşidənlər deyəcək ki, bu nə danışır? Çox danışmaq lazım. Nümunələr göstərmək lazım. Yaxşı nümunələr. Tikin tokunu yox da, yaxşı nümunələr göstərmək lazımdır. Axı var, bu nümunələr var. Niyə biz onlardan danışmayaq? Nəyə görə biz bunları örtbasdır variantında saxlayaq? Nənələrimizi az misal çəkək ki, məmnunum nə olsun, 12 yaşında ərə getmişdi, dünya xoşbaxtdır da bu günləri. Biz o erkən nikahın qarşısının alınması üçün 3 il savaşdıq. Və nəticədə, bəli, 17 yaşdan 18 yaşa qaldırıldı. Amma qanunda müəyyən boşluqlar var da. Amma hələ də var Kəmal. Var. O cahilin beynindən çıxartmaq üçün nə etmək lazım? Danışmaq lazımdır. Təkcə hərəkətə keçməklə deyil də. Polis gedir qapıya, deyir, qız mənim özüm bilərəm. Bəli. Bunu danışmaq lazımdır ki, qız təkcə sənindir, qız dövlətindir. Təkcə qız yox, elə oğlan da dövlətindir. Bu dövlətin vətəndaşıdır. Ailə dəyərlərini formalaşdırmaq üçün biz daha çox bilirsiniz, bugün Azərbaycan deyərdim ki, bir milli hekayəsi yoxdur. Mən Sovet dövründə oxumuşam və bizim and içmə mərasimlərimiz var da, bir pioner qalstıqını boynumuza bağlayanda and içirdik. O and bizi formalaşdırırdı. Bugün nəyə and içirik? Ailələr boyun nəyə and içir? Bizim milli hekayəmiz hanı? Andımız nədir? Deyirik ya Allaha and olsun, Allah keç günahımdan. Allaha and olsun da artıq belə lağbazlıqla deyirlər. Və ya barmaqlarını deyir, kristika eləyib belə deyirlər ki, yalandan deyil. Milli hekayələrə ehtiyac var. Milli dəyərlərin formalaşdırılmasını bu günləri deyərdim ki, bir siyasət kimi hazırlamaq lazımdır. Gördünüz müharibə dövründə nə qədər şəhidimiz olsa belə, amma bir vətəndaş qüruru var idi. Bir dik dayanıb dik baxmaqlar var idi. Müharibədən sonra getdi. Niyə bunu bu ruhda saxlaya bilmək? Kəmal xanım, ümumiyyətlə valideyn olmaq bioloji məsələdir, yoxsa bu daha çox psixoloji və emosional məsuliyyətdir? Böyük bir məsuliyyət. Psixoloji olaraq da, mənəvi olaraq da, o qədər bioloji olmayan valideynlər var ki, amma uşağa elə bir sevgi verə bilərlər ki, elə bir məsuliyyət alarlar ki, öz üzərlərinə heç bioloji valideyn onu etməmiş olar. Və yetərincə belə təcrübələr var. Bunu pis səslənir, düzdür, təcrübə sözü, amma bizim o qədər elə övladlığa gedən uşaqlarımızın arasında bu sevgi olmasa o necə gedir? Heç unutmayacağım, bir qızımız 6 yaşında övladlığa gedirdi və mən Sosial Xidmətlər Agentliyindən razılığa gəlmişəm ki, uşaq valideyn hüququndan məhrum olunan uşaq övladlığa getmə prosesi uşaq evində deyil, məsələn, bizə qayda belədir də, reabilitasiya bitdikdən sonra uşaq evinə getməlidir. Əgər o ərəfədə onun övladlığa getmə proqramına düşürsə, mən xahiş eləmişəm ki, bunu gəlin bizim müəssisədə eləyək. Niyə? Çünki uşaq reabilitasiya dövrü bizdə alışıb. Deyim ki, 0 yaşdan gəlib, 1 yaşdan gəlib, 2 yaşdan artıq 3-4 yaşı var da. Bu ərəfədə onun valideyni ilə ünsiyyəti bizdə baş versin. Digər yerdə o psixoloji olaraq, gedəcəyi yer onu təzədən travmaya sala bilər. Bizdən isə tamam fərqli bir auranı, yəni mənim özümünkülərdən özümünkülərə gedirəm, prosesi baş verir. Heç unutmayacağam, o uşağı çalğı ilə elə bil ki, bu evdən
O evə balaca bir körpəni gəlin köçürtdülər. Belə çox qəribə bir şeydi. Neçə yaş vardı uşağın? 6. Artıq 1-ci sinifə gedir. Birinci təməli qoyulmuşdu. Bir balam var. 5 ayında bizə gəlmişdi. Onu zibil qutusuna atmışdılar. Biz onu böyütdük. 1-ci sinifə gedirdi. 1-ci sinifə gedəndə artıq övladlığa gedirdi. O qədər xoşbaxt idi. Hamı deyirdi ki, o ayrılmaz. Deyirdim, siz elə gəl. İndi də onu deyirlər ki, filan uşaq ayrılmayacaq sizdən. Onun üçün çox çətin olacaq. Deyirəm, yox, o deyil. Əvvəla biz onları hazırlayırıq o uşaqları. Və onların əlbəttə ki, bir hekayəsi də elə odur ki, mən bir nənə obrazında olaraq sadəcə ata ilə ana işləri var, ev tikirlər. Bizim axı deyim ki, ən böyük dəyərlərimizdən biri özümüzün evimizin olmağıdır. Ev tikirik, quruculuqdur. Sənin də otağını düzəldəcəklər. Düzəsində gələcəklər, səni aparacaqlar. Və o dediyim o 1-ci sinifə gedənim artıq böyüyüb. O qədər xoşbaxtdır. Onun valideynləri ilk görüşdə mən çaşdım, qaldım. Elə bil ki, Allah Taala onları sanki bu uşaqla qarşılaşdıranda cizgilərini də uyğunlaşdırıb. Seçibmiş. O qədər xoşbaxt bir ailədir. Çünki ailədə bir məsuliyyət var, ailədə bir sevgi var, ailədə bir dəyər var. Psixoloji durumları yerində deyil. Övladlığa uşaq gedəndə ümumiyyətlə mən deyirəm ki, ailə quranda birinci növbədə mütləq bu adam təkcə psixoloji deyil, psixiatrik yoxlamadan keçməlidir. Bizim qarşılaşdığımız o qədər situasiyalar olub ki, əqli qüsurlu ailə qurduqdan sonra axı o uşaqda da öz fəsadını göstərəcək. Məsələn, deyək ki, qarşı tərəf bunu bilməyib. Ona görə bu təkcə bioloji bağlılıq deyil. Mən deyərdim ki, bu daha çox sevgi bağlılıqdır. Görüşürsünüz? Olurmu? Yəni elə uşaqlar. Onlar özləri istəmədikcə mən bunu etmirəm. Amma əlbəttə ki, hər birinin valideyni ildə 1-2 dəfə də olsa bir mesaj yazacaq, bir fotosunu göndərəcək. Mən maraqlanmıram. Çünki siz nənəsiz olmalı. Çünki o uşaqlar daxilində bilirsiniz şuuraltı ana bətnindən formalaşır. Onun şuuraltısında niyə onun qorxusu qalmalıdır ki, birdən mən qayıdaram. Qoy mən özümü yaxşı aparım. Birdən məni qaytararlar. Ona görə mən əlaqələri tamam kəsirəm. Onun o qorxusu olmasın. O xoşbaxtlığını davamlı olaraq yaşasın. Gözəl. Var ol. Sağ ol. Bu qədər uşaqlarla işləmək, illərlə bu işlə məşğulsunuz artıq. Nə kimi bu həyat, nə kimi sizə dərs götürdünüz, nə kimi dərs verdi bu? Hansı uşağın hekayəsi sizə bir dərs oldu? Onun hamısı bir məktəbdir. Hamısı. Heç bir uşağın hekayəsi bir-birinə bənzəmir. Fərqli-fərqli hekayələrdir. İçində cinsi zorakılıq olanın da fərqi var. Psixoloji zorakılıq olanın da fərqi var. Hamısı fərqlidir. Mən onların hamısına bir məktəb deyirəm. Və deyəndə ki, sağ olun, onlar sizə sığınıblar, mən o sözlə barışmıram, qəbullana bilmirəm. Mən deyirəm, yox, mən onlara sığınmışam. Mən onlara sığınıram. Çünki mənim onlardan öyrəndiyim çox şey var. Öyrənirəm də. Mən onlarla bilirsiniz, sevgi yaşayıram. Sevgini aşılayıram, onlardan o sevgini alıram. Və o sevgini onlarla paylaşdıqca mən çox xoşbaxt oluram. Demək ki, mən onlara sığınmışam. Uşaqların hekayələrinin içində mənim bircə qızın həyat hekayəsi, deyərdim ki, ömrümün sonuna qədər mənim, heç vaxt mən onu unutmayacağam. O qız həyatda yoxdur. O bizə gələndə artıq 15-16 yaşa keçmişdi. Böyük yaşda. Böyük yaşdaydı. O bioloji valideyni, anası onu 7 yaşında buraxıb getmişdi. Və o ananı onu buraxdığına görə o davamlı olaraq hamı tərəfindən dışlanırdı.
Sən də elə ananın dayı olacaqsan. Sən də elə ondan betər olacaqsan. Qadın haqqında heç bir məlumatları olmadıqları halda bütün hekayələri formalaşdırmışlar uşağın həyatında. Və bir qonşu qıza demişdi ki, mən sənin ananın yerini bilirəm. Artıq qızın 12 yaşı var idi. Və aparıb qıza təcavüz eləmişdi. Qız bunu valideyninə, atasına, babasına bildirəndə Günahkar qız olmuş. hə, nəinki günahkar o qız olmuşdu. O qız bütün rayondan bir olmuşdu. Və 2-3 il ərzində o qızın başına gəlməyən müsibətlər qalmamışdı. Dəfələrlə intiharı cəhdi olmuşdu, hamilə qalmışdı, uşağı itirmişdi. Və bizə gələndə artıq ruhu bədənindən çıxmış biri idi. Biz onu çimməyə göndərdik. Bir də gördüm işçim qaça-qaça gəldi ki, Kəmal xanım, siz bunu görməlisiniz. Qız daş əlində, daban daşı ilə bütün bədənini qançır eləmişdi. Onun əlini belə çəkim, dəymə mən o qədər çirkliyəm. Və o həmin o uşaq davamlı olaraq o 3 il ərzində bizə gələnə qədər başına gələn işlərin hamısında anamı tanımırsan deyib gəzirmiş. Bilmirsən anam hardadır, bilmirsən anam hardadır. Biz onu yerləşdirdik psixiatriyaya. Anasını tapdıq. Amma ananı görüşə aparanda artıq çox gec idi. Çünki o artıq heç nəyə reaksiya vermirdi. Mən belə düşünürəm. Bircə o dedim ki, Cəmalə ananı tapmışam. Belə donuq gözlərinə baxdı və bir aydan sonra dünyasını dəyişdi. Və mən o qadınla danışanda məlum oldu ki, 7 yaşında qoyub getmə səbəbi bu qıza təcavüz eləyən şərəfsizin ona da təcavüzü idi. O başını kənddən götürüb qaçmışdı, çünki o adam şantaj eləmişdi ki, mənlə münasibəti kiməsə deyərsən, balavın başını oynaçacam, səni rayondan bir eləyəcəm. Belə. Çox həqiqətən ağır hekayədir. Kəmaya xanım, bu podkast vasitəsilə sizə çox valideynlər baxacaqlar. Mən sonunda istəyərdim ki, siz valideynlərə nə buradan demək istəyərdiniz ki, övladlarına necə tərbiyə deməyim, hansı səhvləri etməsinlər böyütdükləri zaman övladların? Mən buradan valideynlərə bir şey deyə bilərəm ki, sevin onları. Sadəcə sevgi verin onlara. Sevgi hər istəyini əldə etmək demək deyil də, sevgi verin onlara. Ümumiyyətlə, dünyaya uşağı gətirəndə də sevdiyiniz halda bu uşaq dünyaya gəlməlidir. Sevgidən doğulmalıdır bu uşaq. Və sevgidən doğulmayan uşaqlar heç də yaxşı əsərlər olmur. Çünki o da sevgi verə bilməyəcək. Siz sevginin təməlini qoyun ki, o sevgi sizə qayıtsın. O sevgi digərləri ilə paylaşılsın. Sadəcə sevin onları. Təşəkkür edirəm sizə, Kəmalə xanım. Həqiqətən sevgi, qucaqlamaq deyir, çox xəstəliklərin qarşısını alır həqiqətən. Sevgi nəinki övlada, hər bir şeyə verdiyimiz sevgi, bunu bacarmalıyıq. Bir insan olaraq biz bunu bacarmalıyıq. Minnətdaram sizə. O gözəl qəlbinizə görə təşəkkür edirəm. Bugünkü podkastımızın sonuna gəldik. Minnətdarıq. Bizi izləməyi unutmayın.